Əl-Qaidə öz taktikalarını dəyişərək ABŞ-da yerləşən və terrorçularla əvvəllər heç bir əlaqəsi olmayan insanlardan istifadə etməyə başlayıb, deyə CIA rəhbəri Leon Panetta bildirir. Brookings İnstitutundan analist Bruce Riddell deyir ki, hazırda Əl-Qaidə 2001-ci il 11 sentyabr hücumu tipli hücumlarda maraqlı deyil. Qrup, qərb iqtisadiyyatlarını çöktürməyə yönələn kiçik miqyaslı hücumlar həyata keçirməyə çalışır. Sabiq Milli Təhlükəsizlik müşaviri Riddell, Əl-Qaidanın əslən Amerikalı sözçüsü Adam Qadanın son video mesajına istinad edir. Siz güman etməməlisiniz ki, hərbi bazalar Amerika və qərbdə yeganə yüksək dəyərli hədəflərdir. Əksinə, çox sayda strateji yerlər, institutlar, obyektlər var ki, bunları vurmaqla müsəlmanlar səlibçi qərbə ziyan vura bilərlər. Qadan, Texasın Fort Hood hərbi bazasında əskər yoldaşlarına atəş açaraq 5 adam öldürmüş ordu psixiatrı Nidal Həsənə işarə edirdi. Riddell Qadanın video mesajından bir parçanı oxuyur. Yadda saxlayın ki, qərb kütləvi nəqliyyat vasitələrinə hücumlar iri şəhərlərdə həyatı iflic edər və düşmənə milyardlarla dollara başa gələ bilər və korporasiyalarını müflis edər. Riddellin sözlərinə görə, Əl-Qaidə dünya boyu özünə davamçı tapmaq üçün internetdən istifadə edir. Terror qruplaşması Əfqanistan-Pakistan sərhədi boyunca ABŞ pilotsuz təyyarələrinin güclənmiş hücumları qarşısında artan təzyiqlə ayaqlaşmaq üçün taktikalarını dəyişir. Ötən il biz 55 reyd keçirmişdik. Ancaq 2010-cu ildə reydlərin 100-dən çox olacağı gözlənilir. Bu isə o deməkdir ki, hər 72 saatdan bir Əl-Qaidə, Pakistan və Əfqanistandakı Taliban hədəfinə hücum edilir. Bəzi analistlər deyirlər ki, Əl-Qaidə liderlərini öldürmək və ya tutmaq mənasını itirib. Lakin Riddell bildirir ki, ictimaiyyət arasına çıxmamaqla, audio-video mesajlar ötürməklə Əl-Qaidə liderləri belə mif yaradıblar ki, onlara qanunun əli çatmır. Bu səbəbdən Riddell hesab edir ki, bu mifi sındırmaq çox mühümdür. Analistlər razılaşırlar ki, Əl-Qaidə İslam ölkələrində populyarlığını itirir. Amma onlar deyir ki, internetdə yeni tərəfdar cəlb etmək kampaniyası qrupun dünyaya törətdiyi təhlükəni artırır. Vaşinqtondan Əsgər Möhsümoğlu, Amerikanın səsi.